Nazirlər Kabinetinin qərarı ilə orqan transplantasiyası əməliyyatlarını həyata keçirə biləcək tibb müəssisələrinin siyahısı genişləndirilib. Bu qərarla orqan köçürülməsi sahəsində imkanların yaxşılaşdırılması nəzərdə tutulur. Belə ki, xidmətlərin əlçatanlığının artması sayəsində bir çox insanın həyatını vaxtında xilas etmək mümkün olacaq. Yeni siyahıya əsasən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mərkəzi hospitalı ürək, Respublika Diaqnostika Mərkəzi isə kök hüceyrələri transplantasiyasını həyata keçirə biləcək. Bəs bu yeniliyin başqa hansı üstünlükləri var? Orqan çatışmazlığının, yəni bütün orqanların çatışmazlığının əziyyət çəkən xəstələrin sayı təəssüflər olsun ki, artma istiqamətindədir. Ölkəmizdə ürək transplantasiyası edən və edə biləcək mərkəzin sayı daha da artdı. Bu arada yarana biləcək xoş rəqabətə səbəb olacaq. Digər tərəfdən xəstələrin həkim seçimi baxımından alternativi olacaq və eyni zamanda ölkəmizdə ürək çatışmazlığından əziyyət çəkən və ürək transplantasiyasına ehtiyacı olan xəstələr üçün alternativ bir xəstəxana və mərkəz olacaq. Transplantoloq onu da əlavə etdi ki, icbari tibbi sığortanın xidmətləri zərfində bu əməliyyatlar sosial vəziyyətdən asılı olmayaraq hər bir vətəndaş üçün heç bir ödəniş olunmadan əlçatan bir əməliyyatdır. Bəs ölkəmizdə orqan donorlarının köçürülməsinə müraciət edənlərin sayında nə kimi dəyişiklik hiss edilir? Artıq keçən ildən yetərli qədər insanlar sağ olaraq belə ərizə ilə koordinasiya mərkəzinə müraciət edib və ölümündən sonra orqan donoru olmasına belə razılıq veriblər. Burada eyni zamanda bizim əhalinin, insanların bir növ şuurunda bir düşüncəsində dəyişikliklərin baş verməsidir. Yaşamaq üçün yeganə yol orqan transplantasiya olan xəstələr üçün əlavə bir imkan yaranır. Növbələrdə gözləyən, yəni çox vaxtı donoru tapılmayan xəstələr üçün bir əlavə bir imkan olur. Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzindən bildirildi ki, yeni qərarın tətbiqi ölkədə transplantasiya xidmətlərinin əlçatanlığını artıracaq və vətəndaşların yüksək ixtisaslı tibbi xidmətlərə çıxış imkanlarını genişləndirəcək. Qurumdan növbəti əsas hədəfin isə ölkəmizdə transplantasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi olduğu deyildi. Gözlənilir ki, yeni qərarın tətbiqi vətəndaş məmnunluğunu da artırmış olacaq. Qeyd edək ki, indiyə qədər Azərbaycanda 150-dən çox orqan donoru əməliyyatı həyata keçirilib. Ölümündən sonra orqan donoru olmağa razılıq verənlərin sayı isə 1600 nəfəri ötüb. Gözləmə siyahısında isə 1400-ə yaxın xəstə var.